Prostatit, cinsi zəiflik, erkən boşalma problemlərinin həllinin aşağıdakı aparatlar vasitəsilə həyata keçirirəm və çox effektli bir nəticə əldə edirəm. Üçlü prosedur çox effektiv bir metod hesab olunur və bu üçlü proseduru mən necə aparıram? Nədir üçlü prosedur? Birinci, zərbə dalğa terapiyası aparatı vasitəsilə aparılan müalicə cinsiyyət orqanının qan dövranını gücləndirir, sərtləşmə problemini aradan götürür. İkincili, vakuum lazer terapiyası vasitəsilə beyinlə əlaqə bərpa olunur, qan axını sürətlənir, sərtləşmə artır. Üçüncü, rektal yolla, yəni düz bağırsaqdan vibromagnetoterapiya kiçik çanaq orqanlarında, prostat vəzində qan dövranını yaxşılaşdırır, əzələlər stimulyasiya edir, iltihabı aradan götürür. Beləliklə, üçlü prosedura ilə prostatitlər, erkən boşalma və sərtləşmə problemləri effektiv həll olunur.